Hər kəsə salam. Bugün ismi yiyəlik halı dərsi ilə bağlı balaca bir qeyd edəcəm. A girl, bir qız. Cəm şəklində olur girls, yəni qızlar. Bunu belə yazsam, girl, apostrof s, hat olacaq qızın papağı. Bunu yazsam ki, girls, s, apostrof, hats olacaq qızların papaqları. Niyə? Çünki biz ismi yiyəlik halı dərsində öyrənmişik ki, apostrof s, ın, in, un, ün şəkilçisidir. İsmi yiyəlik halının. S apostrof isə ların, lərin deməkdir. Lərin şəkilçisidir. Bəs bunlardan gələn sonra ismin, bəs bu cümlədə yəni isim görsüz, hətta deyə bilərik, hədsə deyə bilərik. Bəs xəbərlərini necə müəyyən edirək ki, xəbərlər necə olur? Çox bir qısa misal gətirirəm. Məsələn, biz üç bacıyıq. Mən bacılarımın adını yazıram. Ləman, Aytən və Sara. Biz üç bacıyıq. Üçümüzün bir anası var. Bu zaman deyirəm Ləman, Aytən and Sara apostrof s, mom is an engineer. Ləman, Aytən və Saranın anası mühəndisdir. Niyə apostrof s-i yalnız Saraya qoydum? Çünki Ləman, Aytən və Sara bacıdır. Üçümüzün bir anası var və bir dənə anamız olduğu üçün yazdım. An engineer. Mama sözünü təkdə yazdım, xəbəri iz yazdım, mühəndis sözünü təkdə yazdım. Amma biz bacı olmasaydıq, yəni başqa qız adlar yazsam. Məsələn, Nərmin, Şəhla and Esmira. Bu zaman biz apostrof s-i hamısına qoymalıyıq. Çünki bu qızlar bacı deyirlər. Bu zaman bir olur. Nərminin, Şəhlanın və Esmiranın anaları are teachers. Anaları müəllimədilər. Yenidən ümumiləşdirək. Əgər cümlənin əvvəlində xəbər verir ki, bunlar bacıdırlar, qardaşdırlar, bu zaman bunların bir valideyni olur, bir anası olur, bir atası olur. Bu zaman ismi tək, xəbəri tək götürürük. Əgər fərqli insanlardan söhbət gedirsə, yəni bu insanlar bir ailədə yaşamırlarsa, bu zaman bunların hamısına ayrı-ayrılıqda apostrof s artırılır və ismi cəmdə olur, xəbərini isə a yazırıq. Başqa bir misal gətirirəm. Məsələn, yazıram ki, Aytən and ya da bu indi təkdə bir şey yazaq. Yəni yazaq ki, Sarah's dress is red. Sara'nın donu qırmızıdır. Görürsünüz, Sara'ya apostrof s yazdım, don sözünü təkdə yazdım və iz yazdım. Amma Sara'nın bir neçə donu da ola bilər. Onu da belə yazacağam. Sara'nın donları cəmdə yazdığım üçün yazacağım a red, qırmızıdır. Və yaxud da ki, başqa bir misal yazıram. Yazıram ki, oğlanın maşını is black. Oğlanın maşını qaradır. Bir də yazıram ki, oğlanların maşınları qaradır. Bunu bu şəkildə yazmaq olar. Burada o s apostrof. Bunu bu şəkildə yazmaq olar. Əgər oğlanlar, məsələn, 3 dənə dost birləşib, hərəsi biraz pul qoyub və üçünə ortaq bir maşın alıb, onda bu şəkildə yazmaq olar. Oğlanların maşını, yəni 3 nəfərin bir maşını is black. Yəni biz cümləni tərcümə etdikdən sonra baxırıq. Apostrof s-dən və ya s apostrofdan sonra gələn isimimiz təkdirsə, biz xəbəri tək yazırıq, cəmdirsə xəbəri cəm yazırıq. Bəzi şagirdlər elə bilir ki, biz bu s apostrof yazandan sonra mütləq şəkildə isim cəm, xəbəri cəm yazmalıyıq. Amma gördüyünüz kimi ən axırıncı yazdığım baxın bu misalda 3 dənə oğlandı, 3 dənə qızdı, dostu, 3 dənə qız pul qoyub üçünə bir sum qalıb. Məsəl üçün bu zaman xəbərini təkdə götürmək olar. Yəni əsas məsələ apostrof s-dən və ya s apostrofdan sonra gələn ismin təkliyi və ya cəmliyidir. Bugünkü izahım bu qədər. Ümidvaram ki, hər şey aydındır. Like atmağı, yorumlara suallarınız varsa onları yazmağı, başqalarına bölüşməyi, ən əsası isə kanalıma abunə olaraq hər gün 5 dəqiqə öyrənməyi unutmayın. Sağ olun, hələlik.